Salam uşaqlar. Deməli bugün bakteriyalar, göbələklər və şibyələr dərsini izah edəcəm sizə. İlk öncə bakteriyalarla tanış olaq. Ümumiyyətcə, bakteriyalar özləri arxea erasında yaranmış ən qədim orqanizmlərdir. Və bunların biz bilirik ki, bakteriyaların müxtəlif formalar mövcud idi. Və bu formalardan da biraz sonra yəni tanış olacağıq həmin formalarla da. Bu formalar içərisində ən qədim olanı kokşəkilli bakteriyalardır. Və bakteriyalar çox sürətlə bölünmə qabiliyyətinə malikdir. Belə bölünmə nəticəsində bir bakteriya nəsli 5 gün ərzində dünya okeanını doldura bilər. Lakin təbiətdə belə hadisə baş vermir. Çünki təbiət öz-özünü tənzimləyə bilən bir sistemdir. Yəni müəyyən, məsəl üçün bakteriyaların o cür çoxalması üçün lazım olan şərait bəzən olmur. Əlverişsiz mühit şəraiti olduğuna görə bakteriyalar çoxalsa da sürətlə onların çox hissəsi məhv olur. Ona görə də dünya okeanını doldurmasına imkan vermir təbiət. Və biz bilirik ki, bakteriyalar özləri 20-30 dəqiqədən bir bölünür və bir bakteriya bölünəndə ondan, yəni bir dəfə bölünməklə 2 dənə bakteriya əmələ gəlmiş olur. Müxtəlifliyinə gəldikdə isə bunların yaşadıkları mühit şəraitindən asılı olaraq çox geniş müxtəlifliyə malikdir. Onlar hüceyrələrinin formasına görə, tənəffüsünə görə, qidalama və digər xüsusiyyətlərinə görə bir-birindən də fərqlənir. Məsələn, biz dedik ki, formasına görə bakteriyalar koklar, basilər, spirilər və vibrionlara bölünür. Bunlardan ən qədimi koklardır. Amma bir şey deyim sizə. Bakteriya sözündə bakteriyon çubuq deməkdir, elə deyil. Bəs niyə bakteriyanın əgər ən qədimi kok formasındadırsa, kürə şəklindədirsə, yəni niyə bakteriyanın özünün mənası çubuq deməkdir ki? Bu onunla izah olunur ki, ilk dəfə bakteriyalar tapılanda, daha doğrusu ilk tapılan bakteriyalar çöp şəkilli olmuşdu. Yəni çubuğa oxşadığına görə onları deməli adlandırmışdılar çöp şəkilli, yəni çubuq mənasını verir. Amma halbuki ən qədimi koklardır. Oksigenin tələbatına görə də aerob və anaerob bakteriyalara ayrılır. Anaerob bakteriyalar tənəffüs üçün oksigendən istifadə edən bakteriyalardır. Bunlara məsəl üçün biz süd turşusu bakteriyaları, sirkə turşusu, çürümə, qıcqırma bakteriyalarını misal göstərə bilərik ki, bunlar aerob bakteriyalardır, oksigendən istifadə edir. Anaeroblar isə oksigensiz mühit şəraitində yaşayır. Məsəl üçün anaeroblara biz denitrifikasiya bakteriyaları, yağ qıcqırması bakteriyalarını misal göstərə bilərik. Qidalanma tiplərinə gəldikdə isə bakteriyalar həm avtotrof, həm də heterotrof olur. Avtotrof bakteriyalar qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edir və günəş enerjisindən istifadə edir. Və bunlar özləri də, yəni avtotrof belə deyək də, günəş enerjisindən istifadə edir deyəndə özü iki yerə ayrılır. Fototrof və heterotrof bakteriyalara bölünür. Fototrof bakteriyalar fotosintez prosesini həyata keçirir günəş enerjisindən istifadə etməklə və bu bakteriyalara yaşıl və qırmızı bakteriyalar, həmçinin siyanobakteriyaları aid edə bilərik. Lakin digər fotosintezci bakteriyalardan fərqli olaraq siyanobakteriya ətraf mühitə oksigen qazı xaric edir. Bunun səbəbi isə, yəni 10-cu sinifdə də tanış olacaq, hidrogen mənbəyinin fərqli olmasıdır. Siyanobakteriyalar, yəni 10-cu sinifdə reaksiyalar var, orada daha yaxşı izah eləyəcəm sizə. Sadəcə onu deyim ki, siyanobakteriyalar hidrogen mənbəyi kimi sudan istifadə etdiklərinə görə onlar ətraf mühitə sərbəst oksigen xaric edir. Amma digər yaşıl və qırmızı bakteriyalarda hidrogen mənbəyi fərqlidir. Sonra digər bakteriya növü də heterotrof bakteriyalardır. Heterotroflar da fototroflar kimi qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edir. Lakin onlarda enerji mənbəyi günəş enerjisi deyildir, kimyəvi rabitələr enerjisidir. Və dəmirdir, kükürt bakteriyalardır. Bunlar heterotrof bakteriyalara aiddir. Burada fototrof siyanobakteriyanın sxeminə də baxarsınız. Deməli, heterotrof bakteriyalarda bakteriyanın əksəriyyəti də heterotrof yolla qidalanır. Lazım olan üzvü maddələri xarici mühitdən alır. Parazit və ya saprofit bakteriyalara bölünür. Yəni heterotroflar özləri parazit və saprofit olmaqla iki yerə bölünürlər. Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvü maddələri ilə qidalanır. Nəticədə xəstəlik törədirlər. Bitkilərdə, heyvanlarda, insanlarda da xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir. Saprofit bakteriyalar üzvü qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Yəni parazit bakteriyalar canlılarda qidalanır, yəni canlı orqanizmlərdə parazitlik edir, onlarda xəstəlik törədir. Amma saprofitlərin isə yəni bir ziyanı yoxdur. Sadəcə olaraq onlar artıq ölmüş orqanizmlərin zaten ölüb də, yəni ona görə bir ziyanı olmayan bakteriyalardır bunlar. Heterotrof çürüntü bakteriyalarda bitki və heyvan qalıqlarını çürüdərək minerallaşdırır və saprofit bakteriyalarına torpaq bakteriyaları, sonra bu qıcqırma bakteriyalarını da aid edə bilərik. Bir də bu qidalanma tiplərinin belə deyək də
yaranma ardıcıllığına gələndə birinci heterotrof forma, sonra hemotrof, sonra yaşıl və qırmızı bakteriyalar, yəni birinci heterotrof yolla qidalanan, sonra hemotrof yolla qidalanan, sonra yaşıl və qırmızı bakteriyalar, sonra da siyanobakteriyalar bu ardıcıllıqla gedir. Burada tapşırıqlara da mütləq baxarsınız. Deməli, digər bir aləm göbələklər aləmidir, papaqlı göbələklər. Göbələklər özləri proterozoy erasında əmələ gəlmiş orqanizmlərdir. Göbələklərin də toxuma və orqanları yoxdur. Niyə yoxdur? Biz demişdik ki, ümumiyyətcə toxumanı tərifini verəndə, toxumaya tərif verəndə biz demişdik ki, hüceyrə və hüceyrə arası maddədən təşkil olunmuş, yəni hüceyrədən həm də hüceyrə arası maddədən ibarətdir toxuma. Amma göbələklərdə hüceyrə arası maddə olmadığına görə bunlarda toxuma da yoxdur, orqan da yoxdur bunlarda. Və göbələklərin özlərinin bədəni hiflərdən və mitselilərdən təşkil olunmuşdur. Hif nədir, mitsel nədir, fərqi nədir? Hif özü daha nazik formada olan saplardan ibarətdir və hiflərin birləşməsindən mitselilər yaranmış olur. Deməli, 100 minə yaxın növü məlumdur. Bunların öyrənilməsi ilə mikologiya elmi məşğul olur. Mikos göbələk deməkdir. 6-cı sinifdə də bununla tanış olduq. Ümumiyyətlə, göbələyin cisminə baxanda isə papaqdan və kötükçük hissəsindən təşkil olunmuşdur. İçərisində də hif və mitseli sapları mövcuddur və bu mitseli sapları vasitəsilə göbələklər bir çox ağac bitkiləri ilə deməli, simbiyoz həyat tərzi keçirə bilir. Deməli, papaqlı göbələklər özləri ən çox tanınan formadır. Çox hüceyrəlidirlər və şaxələnmiş saplar ibarət mitselləri mövcuddur. Və bunlarda sıxlaşmış mitsellər papaq və kötükçükdən ibarət olan meyvə cisimlərini əmələ gətirdi. Qidalanması. Ümumiyyətcə, göbələklər özləri heterotrof yolla qidalanır, yəni ki, hazır üzüm maddələrlə qidalanır. Aflotrof formada qidalanan forması yoxdur göbələklərin. Papaqlı göbələklər də üzvü qalıqlarla qidalandığından bəli, saprofit göbələklər hesab edilir və həmin qida maddələrində mitseli sapları vasitəsilə sovurur. Çoxalması. Papaqlı göbələklər sporla çoxalırlar. Spor papağın alt hissəsində ya lövhəciklərdə olur, şampinyonla solğun əzvayda lövhəcikdir və ya borularda olur, yağlı ağ göbələk. Yetişmiş sporlar küləklə ətrafa yayılır. Göbələklər həm də mitselinin hissələrə parçalanması yolu ilə də çoxala bilir. Yeməli və zəhərli göbələklər. Deməli, biz onsuz da bilirik ki, göbələk həm yeməli, həm də zəhərli forması var. Deməli, yeməli göbələklər ağ, qırmızı baş, yağlı şampinyon, yeməli tülkü qulağı, toz ağacı göbələklərində qida kimi istifadə edirlər. Yəni, belə yadınızda saxlaya bilmirsinizsə, adı insana daha çox xoş gələn göbələklər, yəni belə yeməli göbələklərdir. Amma zəhərli olanlar, məsəl üçün, milçək qıran, solğun əzva, yalancı tülkü qulağı, yəni adında bir sanki naxoşluq olan göbələklərdir, zəhərli göbələklərdir. Və biz zəhərli və yeməli göbələkləri ayırmağı bacarmalıyıq. Bu hissədə də zaten fərqlərini də yazıbdır. Mütləq fərqlərini bilməlisiniz. Məsəl üçün, solğun əzva ilə şampinyon bir-birinə çox oxşuyur. Burada görürük ki, deməli, bir solğun əzvaya fikir verin, bir də şampinyona fikir verin. Şampinyon yeməlidir və əgər papağının altı çəhrayı rəngdədirsə, şampinyon göbələyi, əgər papağının altı ağ rəngdədirsə, solğun əzva göbələyi olacaqdır bu. Yalancı tülkü qulağı ilə yeməli tülkü qulağının da fərqləri vardır ki, deməli, bu yeməli tülkü qulağında necə deyirlər, dalğalı olur. Gördüyümüz kimi dalğa şəklindədir. Amma yalancı tülkü qulağında isə kənarları hamar formada olur. Tapşırıqlara baxarsınız. Deməli, göbələklərin müxtəlifliyinə gəldikdə isə ümumiyyətcə çürümüş meyvələrdir, köhnəlmiş çörəyin üzərində, yəni artıq siz görürsünüz ki, çörək köhnəlibsə üzərində kif örtüyü əmələ gəlir. Bu da bunu yaradan da göbələklərdir, kif göbələklərdir. Bu göbələklər yəni təkcə zərər vermir, onlardan sənayenin müxtəlif sahələrində, tibbdə də istifadə olunur və kif və maya göbələkləri parazit göbələk deyildir. Üzvü qalıqlarla qidalandıqları üçün saprofit göbələklərdir, bunu qarışdırmayın. Kif göbələkləri mukorla penisil göbələyə aiddir. Mukor göbələyi ağ kif şəklindədir. Onun şaxələnmiş mitselisi uzun, çox nüvəli, tək hüceyrədən ibarətdir. Diqqətli olun. Mukor çox nüvəli, amma tək hüceyrəlidir. Sporları xüsusi strukturlarda sporangilərdə yaranır. Sporangisi başlıq şəklidir. Şəklə də mütləq diqqətli baxın ki, sizə burada şəkillə verə bilər. Yəni, biləsiniz, mukordurmu, penisildimi? A şəklində, məsəl üçün, mukor göbələyi göstərilir və başlıq şəklində olduğunu görürük bunların da sporangilərinin.
Penisil göbələyi də çox hüceyrəlidir. Baxın, mukordan fərqli olaraq mukor tək hüceyrəli idi, amma çox nüvəli idi. Penisil göbələyi çox hüceyrəli, tək nüvəlidir. Mukor ağdır, amma penisil yaşıl kif əmələ gətirir və sporları salxımcıq şəkilli sporangilərdə yaranır. Baxın, A şəkli mukordur. Bunlarda sporangilər başçıq şəklindədir. B şəkli penisildir, salxımcıq şəkildədir. Salxım şəklində deməli sporangiləri, yəni salxımcıq şəkilli sporangilərdə yaranır. Deməli, və bu penisil göbələyindən adında da olduğu kimi bakteriyalara qarşı işlədilən penisilin maddəsi. Burada özünüzü çaşdırmayın. Penisil göbələkdir. Deməli, baxın, bu cümləyə fikir verin. Deməli, göbələkdən bakteriyalara qarşı bakteriyanı müalicə eləmək üçün istifadə edə bilərsən. Hansı göbələkdən? Penisil göbələyindən. Yəni, penisil göbələyi ilə bakteriyaları məhv edə bilərsən. Göbələk bakteriyanı məhv edir. Yəni, ümid edirəm, anlata bildim. Deməli, burada penisilin maddəsi antibiotik alınır. Bəs nədə istifadə olunur? Ağciyər iltihabı, angina, difteriya zamanı və digər xəstəliklərin müalicəsində istifadə edilir. Maya göbələyi də bir hüceyrəli göbələkdir. Təbiətdə şəkər olan mühitdə rast gəlinir və maya göbələyinin çoxalması tumurcuqlanma yolu ilə çoxalır. Vegetativ çoxalma keçəndə də maya göbələyinin adı tumurcuqlanma yolu ilə çoxalmada gedir. Digəri parazit göbələklərdir. Bəziləri də orqanizmlərdə parazitlik edir. Çovdar mahmızı, sürmədir, pas göbələkləridir. Taxıllarda parazitlik edir və məhsuldarlığı aşağı salan göbələklərdir. Deməli, məsəl üçün, burada çovdar mahmızını, yəni çovdar mahmızı parazitinə fikir versək, bunlar da taxıl bitkilərində, çovdarın çiçəklərində parazitlik edir və yalnız generativ orqanlarda parazitlik edib məhsuldarlığı aşağı salırlar. Digər sürmə göbələyidir. Sürmə göbələyi də yenə taxıllarda parazitlik edir. Əvvəl vegetativ orqanlarda, sonra artıq çiçəyin içərisinə daxil olur, generativ orqanda parazitlik edir. Pas göbələyi də yarpaqlarda pas şəklində, yəni örtük təbəqəsi əmələ gətirir. Yarpaqları ziyan vurur, çünki pas bağlayır yarpağın üstünü. Fotosintez prosesini həyata keçirə bilmir. Bir də burada deməli qov göbələyi vardır ki, deməli ağacların zədələnmiş yerlərində əmələ gəlir, sporları düşür və mitsel əmələ gətirir. Ağacın üzüm maddələri ilə qidalanır, həmin o mitseli meyvə cismini əmələ gətirir və bu çoxillik meyvə cismi də at dırnağına bənzəyir. Ağac məhv olduqda belə onu tərk eləmir. Bax, burada fikir verin. Qov göbələyi əvvəlcə parazit, sonra isə saprofit qidalanır. Yəni, testdə sizə sala bilər ki, hansı göbələk və yaxud da ki, hansı orqanizm iki tip qidalamadan istifadə edir. Bu qov göbələyidir ki, əvvəl parazitlik edir, ağac məhv olduqdan sonra isə saprofit formada qidalanır. Yəni, əvvəl parazit, sonra da saprofit formada qidalanır. Deməli, və qov göbələyində sporangilərdə, deməli, borucuqlarda yerləşən sporangilərdir. Yəni, borucuq formasındadır. Tapşırıqlara da mütləq baxırsınız. Deməli, şibyələr. Şibyələr də xüsusi toxuma və orqanlara malik deyil. Ümumiyyətcə, şibyəni yaradan heterotrof göbələklər və ya avtotrof, yəni daha doğrusu və ya dedikdə heterotrof göbələklər və avtotrof yosunlarla və yaxud da ki, siyanobakteriyalarla onların simbiozu nəticəsində əmələ gəlir. Yəni, deməli, şibyənin əmələ gəlməsində 3 orqanizm iştirak edir. Heterotrof göbələk, avtotrof yosun və ya siyanobakteriya. Amma bir dənə göbələk orqanizmdə bunlardan, yəni göbələklərlə ya avtotrof yosun simbioz olacaqdır, ya da ki, siyanobakteriya, yəni üçü də bir yerdə olmur. Ya odur, ya budur. Amma göbələk orada stabildir. Şibyələrin quruluşuna da gəldikdə, şibyə talumunun qabıq qatıdır, sıx dolaşmış göbələk hifləri əmələ gətirir və talumun daxili hissəsində mitsellər arasında yaşıl yosunlar və ya siyanobakteriyalar yerləşir. Yaşıl yosunlar yuxarı qabıq, bax şəklə fikir verin. O yaşıl hissələr var, nöqtə kimi. Yaşıl yosunlar yuxarı qabıq qatına yaxın yerləşir ki, bu da onun rahat bir şəkildə fotosintez prosesini həyata keçirə bilməsi üçündür. Deməli, və həyat tərzinə də gəldikdə də quraqlığa, soyuğa davamlıdır. Bir çox bitkilərin bitə bilməyəcəyi yerlərdə bitir. Məsəl üçün dağların, qayaların üzərində bitə bilər. Yəni bir də ki, məsələn, şumlanmış torpaqlarda amma bitmir və yaxud da ki, kükürt ilə zəngin olan torpaqlarda da yəni kükürt qazı ilə zəngin olan yerlərdə də bitmir. Yəni bu da o deməkdir ki, havanın indikatoru rolunu oynayır.
Qidalanması da yosunlar fotosintez prosesini həyata keçirərək talomu üzvü maddələrlə, göbələk isə su və mineral duzlarla təmin edir. Hər iki orqanizm qarşılıqlı istifadə edir. Rütubəti şibyə bütün bədən səthi vasitəsilə oda bilir. İşıq düşmədikdə də fotosintez getmədiyi üçün talom məhv olur. Yəni gördüyümüz kimi əgər həm burada göbələk var, həm yosun var. Amma ki, yosunun fəaliyyəti orada fotosintez eləmədisə, şibyə məhv olacaqdır. Yəni biri məhv oldusa, şibyə tamamilə məhv olacaq. İnkişafı da fotosintez prosesi zəif gedir. Üzvü maddələr az əmələ gəlir. Talum zəif böyüyür. Məsələn, maral mamırı şibyədir ha. Yəni içində mamır sözü olması sizi çaşdırmasın. Yəni şibyədir. 1-3 millimetrə qədər böyüyə bilir irdə. Çoxalmasına gəldikdə də sporlarla və ya talumun hissələrə bölünmə yolu ilə çoxalır. Qopmuş talum hissələrindən yeni şibyələr inkişaf edir. Bəzi hallarda şibyə talumun daxilində göbələk və yosunlardan ibarət hüceyrə qrupları əmələ gəlir. Bu qrupların böyüməsi nəticəsində talum dağılır, küləklə ətrafa yayılaraq yeni şibyə talumuna başlanğıc verir. Müxtəlifliyi də burada baxırıq ki, xarici görünüşünə görə şibyələr qazmaq şəkilli şibyə olur. Daşxına aiddir buna. Yarpaq şəkilli parmeliya şibyəsi və kol şəkilli maral mamırını edə bilərik. Yayılması və əhəmiyyətidir. Dediyimiz kimi, bitkilər bitməyən yerlərdə qayaların üzərində ilk məskunlaşan pioner orqanizmlər olmuşdur. Onlar turşu ifraz edir və qaya suxurlarını əridir. Məhv olduqda isə çürüyərək torpaq əmələ gəlmə prosesində iştirak eləyirlər və şibyələr həmçinin havanın çirklilik dərəcəsini göstərir. Yəni dediyimiz kimi indikator rolunu oynayır. Onlar çirklənmiş, yəni belə deyək də, havada, xüsusən kükürt qazı olan yerlərdə yaşaya bilmirdi. Bəzi şibyələrdən də kimya sənayesi üçün boyaq maddələri, lakmus, bəzilərindən qida maddəsi kimi İslandiya mamırından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Yəni bu hissəni elə-belə keçməyin, ötəri baxmayın. Önəmlidir. Situasiyaya belə düşə bilər. Deməli, kimya sənayesi üçün boyaq maddələri alınır şibyadan, lakmus alınır, qida maddəsi kimi istifadə olunur. İslandiya mamırından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Və maral mamırı şimal ölkələrində həmçinin maralların yemini təşkil eləyir. Mütləq burada tapşırıqlara da baxarsınız. Bugünlük bu qədər. Sağ olun.